Salam, hər vaxtınız xeyir olsun değerli izləyicilərim. Bugünkü videomda sizin üçün çox tez və asan başa gələn evdə olan ərzaqlarla bir stəkan qatıqdan çox dadlı, ləzzətli, bir xeyli, çox bərəkətli, yumşaq peçenyalar hazırladım. Çalışın ki ərzaqlar hamısı ev temperaturunda olsunlar. 2 ədəd ağlı sarlı yumurtanın üzərinə 150 qram şəkər tozu əlavə edirik və bir paketdə vanil əlavə edib bunu yumurta çırpan vasitəsilə çırpıcı ilə sadəcə 1 dəqiqə müddətində qarışdırırıq. 150 qram şəkər tozu da hər zaman videolarımda istifadə etdiyim gördüyünüz bu 200 ml stəkan ölçüsüyle stəkandan bir baş parmağı əski şəkər tozu eləyir. 1 dəqiqə müddətində yumurta ilə şəkər tozunu, vanili qarışdırdıktan sonra üzərinə 150 ml də duru yağ əlavə edirik. 150 ml duru yağ da yenə də stəkandan bir baş parmağı əski eləyir. Duru yağ olarak da çalışın qarğıdalı yağından istifadə edin. Çünki günəbaxan yağının biraz qoxusu olur. Ona görə qarğıdalı yağından istifadə etməyinizi məsləhət görərdim. Qarğıdalı yağı ilə də birlikdə çox az qarışdırdıktan sonra bura 1 stəkan dolu, yəni 200 qram ev temperaturunda olan qatıq və üzərinə də 1 çay qaşığı tam dolu olmayan 1 çay qaşığı ya soda əlavə edirik. Soda əlavə etmək istəməsəniz onda 1 paket, yəni 10 qram qabartma tozu əlavə edirsiniz və yaxşı bunları qarışdırırsınız. Qarışdırdıqca görəcəksiniz ki, soda ilə və ya qabartma ilə qatıq qəşəng belə üzəri köpüklənir. Bu cür olduqdan sonra unu hissə-hissə əlavə edərək yumşaq, ələ yapışmayan bir xəmir yoğururuq. Ümumilikdə bu xəmir üçün mən 710 qram, yəni 200 ml stəkan ölçüsüyle 5 stəkan yarım un istifadə etdim. Amma onu da qeyd edim ki, unu mütləq çalışın hissə-hissə, yəni tədricən əlavə edərək xəmir yoğurun. Bir dəfəyə əlavə etməyin ki, çünki unların növündən fərqli olaraq unlar fərqli olur. Az və ya artıq istifadə oluna bilər. Xəmiriniz bərk olmasın. Xəmir nə qədər yumşaq olsa, pişirdiyiniz peçenyalarda bir o qədər qəşəng yumşaq alınacaq. Qeyd etdiyim kimi ələ yapışmayan yumşaq bir xəmir olur. Xəmirin üzərini salafanla örtürük və masanın üzərində elə ev temperaturunda bir 20 dəqiqə müddətində gözlədirik ki, xəmir biraz dinlənsin. 20 dəqiqədən sonra artıq götürüb forma verərək bişiririk. Və artıq baxın, burada xəmirin yumşaqlığını sizlərə göstərirəm. Bu cür çox yumşaq bir xəmir olmalıdır. O qədər asan, tez başa gələn bir reseptdir ki, hər kəs bu resepti rahatlıqla hazırlaya bilər. Ərzaqlar da hamının evində tapılan ərzaqlardır. Çox sadə, tez başa gələn və yumşaq bir peçenyalardır. Eyni zamanda çox bərəkətli bir reseptdir. Bu reseptlə tam 2 list yarım peçenyalar alınır. Xəmir 20 dəqiqə dinləndikdən sonra xəmiri götürürük və eyni bərabərdə olmaqla 3 hissəyə bölürük və xəmiri kündələyirik. Değerli izləyicilərim, kim hardan videolarımızı izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən saniyənizi ayırıb yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın. Əgər bəyənirsinizsə, yaxınlarınızla da paylaşın. Siz də kanalımızın böyüməsində və videolarımızın çox insanlar tərəfindən izlənməsində mənə bu cür dəstək olmuş olarsınız. Dəstək olan hər kəsdən də Allah razı olsun. Hər birinizə ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. 20 dəqiqə keçdikdən sonra kündələri bir-bir götürürük. Sadəcə alt hissəsinə biraz un səpirik. Üzərinə demək olar ki, un səpmirəm və incə şəkildə yayırıq. Düzbucaqlı formasında yaymaq lazımdır. Bilirəm ki, izləyicilərim bu cür asan reseptləri çox sevir. Ona görə də ara bir sizinlə çalışıram ki, bu cür çox asan reseptlər də paylaşım ki, kim ki biraz çətin şirniyyatları hazırlamağa tənbəllik edirsə, bu cür asan reseptlər sizin dadınıza çatacaq. Yəni bu cür asan reseptlərdən sizlər də bişirə bilərsiniz. Evladlarınız həm məktəbə apara bilər, həm nuş eləyərlər, özünüz də çay süfrələrində nuş edə bilərsiniz. Və gördüyünüz kimi hər bir kündəni ayrı-ayrılıqda yayırıq. Yaydıqdan sonra düzbucaqlı şəklində yaydıq və 3 hissəyə bölürük. Böldükdən sonra bu cür üçkünc formada kəsirik. Sadəcə mütəkkə formasında tez-tez bükürük. İstəsəniz bu xəmirdən adi peçenya kəsən figurlarla da hazırlaya bilərsiniz. Yəni forma verməyə artıq qalıb sizin zövqünüzə. Amma mən bu cür etdim, incə xəmirlərdir və pişərkən də qəşəng bir qədər də şişirlər, çox gözəl alınır. Yəni sadə, asan bir reseptdir. Bu üsulla, yəni bu formada hazırlaya bilərsiniz, içliyi qoymadan, çünki içliyə ehtiyac yoxdur. Bu peçenya reseptidir. 2 list yarım peçenyalar alınır. Demək ki, üzərlərini çəkmək üçün də 1 ədəd yumurtanın sarısına 1 çay qaşığı duru yağı əlavə edib qarışdırırıq, üzərinə çəkirik. Üzərlərinə azca
xaşxaş səpdim və öncədən isidilmiş sobada mən 170-180 dərəcə arasında konveksiya rejimində bişirdim. Çox tez, demək olar ki 15-20 dəqiqə müddətində bişib hazır olurlar. Konveksiyasız sobalarda da 200 dərəcədə bişirə bilərsiniz. Yenə də qeyd edirəm, 15-20 dəqiqə müddətində çox tez qızarır və götürürük. Altı üzəri qəşəng kimi qıpqırmızı qızarır, içərisi də yumşaq alınır. Çox dadlı və sadə, çox bərəkətli bir reseptdir. Və gördüyünüz kimi bir xeylim alınır. Yenə də qeyd edirəm, 2 list yarım peçenyalar alınır. Üzəri azacıq xırçıltılı, içərisi də çox yumşaqdır. Onu da qeyd edim ki, əgər siz çox şirin sevirsinizsə, onda 1 stəkan dolu şəkər tozundan da istifadə edə bilərsiniz. Mən 150 qram şəkər tozundan istifadə etdim. Siz 1 stəkan dolu şəkər tozundan da istifadə edə bilərsiniz. Hamının evində tapılan ərzaqlarla çox sadə, yumşaq, dadlı, ləzzətli bu peçenyaların reseptini, videosunu mütləq yaddaşa verin ki, itirməyəsiniz. Dəyərli izləyicilərim, bir də yaya doğru kanalımda hansı videoları, hansı reseptləri görmək istəyirsinizsə, mütləq şərh bölümündə qeyd edin. Göz haqqınızı halal edin. Yeni videolarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Allah əmanət olun. Əgər videonu bəyəndinizsə, Kəmalə Kərimli 82 kanalına abunə olun. Videonu bəyənib şərh yazmağı unutmayın. Dəstəyiniz Kəmalə xanım üçün motivasiya mənbəyidir. Paylaşılan videoları bəyənib şərh yazanlara öncədən təşəkkür edirik.